Hər vaxtınız xeyirli olsun. Deməli, bir-iki dənə suallar yaranıb. Dedim, elə bir dəfəlik çəkim onu. Çünki bu cür suallar çoxdur da. Nəysə, deməli, sual verilir ki, biz öləndən sonra geri qayıdırıqmı, qayıtmırıqmı? Və yaxud da ki, nətər qayıdırıq, hara qayıdırıq? Tutan biri intihar eləyib, o birisi nə bilim, avariya olub filan və s. Bir sözlə, hamı deyir ki, mən Azərbaycana qayıtmaq istəmirəm. Qayıtmayacam da. Tamam, fərq eləmir. Azərbaycan olsun, Kitay olsun, yəni söhbət dünyadan gedir də normada. Bu dünyaya gəlmək istəyirsənmi? Hər yerdə fəlakət var, hər yerdə qıtlıq var, hər yerdə müharibə var, hər yerdə nə bilim terror var. Ona görə konkret bir yer əbədi deyil. Baxsan 10 il yaxşıdır, 3 il keçir, ora viran qalır. Məsəl üçün də Suriyan kim deyərdi o günə qala bilər? Ya Bağdad, İraq, əzəli torpaqlardır da. Beləliklə, nədən başlayırıq? İnsan dünyasını dəyişəndə nə baş verir? Sənin beynində hansı proqram varsa, onu davam edirsən. Məsəl üçün, sən tutalım ki, inanan insansan, inanclı insansan. Burada namaz qılmışsan, oruç tutmuşsan, 1001 dənə belə proqramları yerinə etmişsən ki, sonunda güya ki, qurtulasan da. Güya üstə kimsə gəlib, sən də bunu eləsən, qurtulasan. Yəni, qurtuluş sözünü deyirəm güya. Əslində, heç şey sənin üstə gəlməyib, heç şey səni sıxmır. Bir sözlə, nə baş verir? Sənin öncə öz meyit deyək də, cəsəd. Baxırsan bu öz cəsədivə və deyirsən ki, ayda, yuxarıdan baxsan, bu mənəmsə, onda bu kimdir? Belə çıxır ki, mən bədən deyilmişim. Yəni, bunun bir şokun yaşayırsan, bunu peyğəmbərlər də yaşayır, nə bilim, imamlar da, o birisi də, bu hamıya aiddir. Bir saniyədə ola bilər, bir ayda ola bilər, bir gündə ola bilər, bir saatdə ola bilər. İnsan bunun şokunu yaşayır. Qısa ya uzun fərq eləmir də, hər kəs sənin öz səviyyəsinə görədir. Sonra nə olur? Deyirsən ki, hə, mən o deyirəm, mən buyam. Tamam, bu olaraq kimsən? Düşünürsən axı burada. Aha, düşüncəyəm. Və düşüncəndə sənin nə var? Tutalım da, namaz qılmışam, cənnət obrazları var, filan var və s. Sənin üçün beynində olan o show proqram nədirsə, menyuda, onu sənin üçün burada yaradırlar. Amma sənin beynində olan cənnət, ha, özlərindən əlavə oraya heç nə dekorasiya qurmurlar. Sən yaradırsan, ha, burada budur, burada deyil, şəlalə vardır, burada hurilər vardır, filan. Kənardan baxsın, ha, burada iştirak eləmirsən. Kənardan özü görürsən. Götürək indi ikinci bir namaz qılan. Bu deyir ki, mən günahkaram, bəs mən cəhənnəmliyim. Aha. Bu nə fikirləşir? Öz haqqında belə fikirləşdiyi üçün onu da bir show proqram düzəldirlər. Burada baxır ki, burada bunu yandırırlar, nə bilim, dağ basırlar, qır qazanı atırlar. Bu da kənardan buna baxır show kimi. Yanmır, amma hal da yaxşı deyil. Buradakı hal sanki buna təsir edir. Elə bir ki, sənin yanında bir dənə pişiyin başını kəsirlər. Sənə xoşuna gələr, qanın qaralacaq da istər-istəməz. Sən kəsmədin, amma sən onu gördün, sən də yaşayasın avtomatik. Burada sən özün barədə görürsün o gizli şeyləri. İkinci bir qism insan. Tutalım ki, heç nəyə inanmır. Nə o dünya var, nə bu dünya var. O gedir orada bir boşluğa düşür və sanki yatır. İnsan yatanda nə olur? Ətrafda həyat vardı, amma o xəbəri yoxdur. Çünki yatıbdır. Burada da sən bunları inkar etdiyin üçün menyuda budur. Yəni heç nə yoxdur, vəsə boşluqdayım. Bax, belə qalasın boşluqda bir müddət. O proses var, səni orada oyadacaqlar, ayıldılar. Buradakılar da ayıldılar ki, bəsdir şeyə baxdın. Bunu da ayıldılar ki, bəsdir burada yalandan show proqram düzəltdin. Sən orada Allahdan danışırdın, gəl burada hurilərlə məşğulsan, Allah yaddan çıxdı. Allahdan ümidi üzmə. Sən axı namaz qılmırsan, nə olsun günahkarsan? Günah sözü sənin problemindir, proqramdır. Bu yaradan əlaqəsi yoxdur. Yəni bir sözlə sonunda səni o ağıl proqramından çıxardırlar və sən başdan hisslər başlayır ortaya girməyə, dövrədə. Baxsan ki, hə, mən səndə ağılla deyilmişəm. Mən bayaqdan özümü ağılla eyniləşdirirəm. Və sonra ruhun proqramı başlayır. Yəni yaradana qovuşmaq prosesi gedir. Burada da belə bir şey var. Kimsə tutalım ki, intihar eləyəcək. İntihar. Eləmi? Onu geri qaytaracaqlar. Tutalım ki, 40 yaşına qədər gəlib, müəyyən bir təcrübə yığıb. Amma
intihar etdiyi üçün o sıfırdan başlayır. Yəni onun o təcrübələri boşa gedəcək. Onları təzədən yığmalıdır. Yenə gələcək 40 yaşında buradakı nəyə görə inkar eləmiş da intihar. Həmin məsələ yenə onun qarşısına çıxacaq. Ya bunu o keçəcək, ya yenə intihar edəcək, yenə təzədən başlayacaq. Ta ki o vaxta qədər ki o desin ki, bu dəfə keçəcəm bunu. O da əslində keçmə çətin deyil. Bu baxış bucağını dəyişirsən, baxırsan ki, biz çətin dediyimiz heç nə yoxmuş. Hamısı daha da oyundur, əyləncədir, maraqlıdır. Nə qədər çətin oldu, o qədər yaxşıymış. Sadəcə bu dünya gələndə bizi söndürürlər də burada. Valideynlər, nə bilim, cəmiyyət və s. Belə, burada ən maraqlı məqam nədir? Tutalım ki, indi 21-ci əsrdir, oktyabr ayıdır. Oktyabrın neçəsidir? Heç bilmirəm neçəsidir ayın. O şimdi 25-dir tutalım. 2020 neçənci il indi? 2025 olmalıdır, hə. O şimdi 2025-ci ildə oktyabrın 25-də bir nəfər dünyasını dəyişdi, öldü. Allah rəhmət eləsin. Nə olur? Bu sizcə gələn dəfə reinkarnasiya eləyəndə 2026-da eləyəcək, yoxsa 2030-da? Yəni üzü bu tərəf olacaq, yoxsa ki üzü aşağı olacaq? 1900 neçə, tutalım ki 1700 neçə, tutalım ki 5-ci əsr, dinozavr dövrü, bir sözlə üzü o tərəfə. Ya bu tərəfə gedəcək, yoxsa o tərəfə gedəcək? Hə? Deməli, proses nə tər baş verir? Bu, bir dənə kompüter təsəvvür edin. Bu da bunun diskavodudur. Burada da bir diskdir. Diskin içində iqralardır. Burada müəyyən mərhələlər var. Etaplar var. Diski taxırsan, sən dünənləri oynamışsan, tutalım ki, 2-ci mərhələnin 3-cü oyununa qədər. Bu gün diski taxsan davam eləyəsən, istəsən davam eləyəsən, istəsən 1-ci oyundan başlayasan. Üzü bu tərəfə. Gedib sən 10-cu mərhələyə çatsan da, bir dənə məqamdan sonra bitir də, oyun bitir hamısı. Sən istəsən təzədən 7-ci oyuna qayıda bilərsən ki, onu yenidən daha da mükəmməlləşdirəsən. Bu cür, yəni sən dünyaya gəlmək üçün, reinkarnasiya eləmək üçün ehtiyac yoxdur davamını 2025-ci 26-da gələsən. Yox. Sən qayıda bilərsən 7-ci əsrə. Gedib orada Muhammed Peyğəmbər rolunda, obrazında ola bilərsən və sənin ətrafında baş verə bilər. O Peyğəmbər sən olasın, orada oyunu oynayasın. Sonra gələsən və yaxud da ki 8-ci əsrdə olasan, indi Ömər Xəyyam neçənci əsrdə olur. Sonunda kimi istəsən obrazlar, diskdə var hamısı proqramda. Həmin onu seçəsən, eyni bizim oyunlardakı kimi. Obraz seçəsən və həmin oyunu da hansı dövrdən istəsən oynayasın. Bax, bu cürdür əslində. Ola bilər, burada qiyamət gəldi, hər şey dağıldı, amma sənin üçün diski qoydular, dünya yenə də yerindədir, sən oynayırsan. Bu bilirsiniz nədir? Bu radiodur, FM. Təsəvvür edin ki, orada var da 88, 89, nə bilim 101, 102, indi əslində bunların da aralarında var. 102.1 də var, 102 də var. 106 FM var, 106 3 var və s. Bir dənə xətt FM, eləmi? Amma dalğalar çoxdur. Elə bir kitabdır, kitabın vərəqləri var. Bax, həmin şeydir. Hamısı yazılıb burada. Hansına istəyirsən qayıda bilirsən. Buna qulaq asdın, buna qulaq asdın, gəldin bu 106-ya çatdın, onda demək deyil ki, sən 101-ə qayıda bilmərsən. Qayıtın təzədən buna qulaq assın. Eyni şey buradadır. Neçənci əsrə istəsən orada qayıda bilərsən. Və burada məsələ budur. İnsan niyə reinkarnasiya eləyir? Birinci məsələ, sən bir ömrə bütün o proqramı hamısını keçə bilmərsən. İkinci məsələ, səni geri qaytaran əsas məsələ var. Mərkəzi problemlər. Nədir bu mərkəzi problemlər? Bax, elə bir ki, sən gəldin, o xəttə çatdın, bura. Ruh səviyyəsində, ruhlar səltənətinə gedirsən, ora mələklər falan, hamısı ora getsin, tutalım, eləmi? Yuxarı təbəqə, Allahla görüşə getsin, lorca desək. Yəni, özünlə. Sən burada, baxanda ki, mərkəzdə bir addım qaldı keçməyə, sənin mərkəzi problemin, yəni qorxun, özün barədə, mən bacarmaram, mən layiq deyiləm, mənlik deyil, mən filan, o üçün də bütün nə qədər negativ ki var, yəni sənin ruhun tanrıdır və o hər şeyin ən gözəlinə layiqdir və heç nədən qorxmur, hər şeydə bacarır. Amma sən, ruh səndədir və sən də özün barədə bunu fikirləşsənsə, yəni bunu bu cür qələmə vermisənsə, mən zəifəm, mən nə bilim nəyəm, o üçün də negativ, layiq yox, tam tərsin
düşünmüsənsə, hələ üstəlik də orada əməllərin də ona layiq olubsa, bu qorxuya aid. Tamahkar olmusan, nə bilim, zalım olmusan və s. və s. Bunlar da bunu tamamlayırsa, sən burada utanasın. Deyəsən, yox, mən olsa buna dönüm, pavarot edim, geri qayıdım. Gedim bunları düzəldim, bura gəldim, wow, mən gəldim. Все, finish. Oyunda meydançada qol vurub keçdim. Çıxmışam zamenəyə. Все, mən tamamladım işimi. Əks halda mərkəzi problemlərin nə qədər varsa, sən qayıdasan bura, yer üzünə. Onu da orada seçəcəkləri kitabxanada baxarsan ki, hə, öz videoları da lentivə. Ki, neçə dəfə gəlmişsən, nə toplamısan, hansı nəmnələr var, nə etmək lazımdır? Bax, bunları həll eləmək üçün ölkə seçməliyəm, valideynimi seçməliyəm, nə bilim, dövrü seçməliyəm. Bir sözlə, sonra da baxarsan ki, o tutalım ki, həmişə 17-ci əsrdə mümkündür. Halbuki sən 26-cı ildə, 25-də dünya dəyişmirsən. Hə, gedirəm mən 17-ci əsrə, gedirəm, nə bilim, 3-cü əsrə və s. və s. Və yaxud da ki, gəlirəm eyni həmin tutalım da 76-cı ildə dünya gəldin, 25-də köçdün, 76-ya gedəcəm, eyni həmin ailəyə, eyni həmin dövrə, həmin məkana, həmin evə. Все, SSR dövrünü təzədən yaşayasın, tutalım. Halbuki bunlar olub keçib gedib var burada, amma kainat baxımından bu oyundur da, oynadıqlarımız, bütün bu həyat burada keçməyib. Yəni sən ora rahat qayıda biləsən. Əsas budur ki, mərkəzi problemlərin olmasın. O doğrudan da utanc verici bir şeydir. O sənin günahın deyil. Sənə uşaqlığında travmalar yaşadılar. İndi internet doldu, yaşam koçları var. İstər burada, istər Türkiyədə. Danışın, görün hansılar şeyləri həll edə bilərsə, sizdə travmaları, onları açın və bundan sonra 3 il, 5 il, 10 il nə yaşaya bilsəz, fərq eləmir. Onu heç olmasa azad, hür bir insan kimi yaşayın. O zaman siz gedəndə bax, bunlar olmayacaq. Buradan utanmadan, rahat keçəsiniz. Belə, wow, mən gəlmişəm, qarşılayın. Əlbəttə, sən o tərəfə gedəndə mələklər deyir ki, xəlifə gəldi, qarşılayaq. Menyuda nə var? Menyuda bu var. Mən cənnətliyəm, mən cəhənnəmliyəm, mən nə bilim, nəyəm. Özün haqqında nə düşünsən, birinci onu show proqram göstərəcəklər. Ta ki, beynindəki olan bütün fikirlər bitəndən sonra keçəsən ruhunda olan şeylərə, mövzulara. Ondan sonra getsən, Yaradanla görüşürsən. Təbii ki, Yaradanın yanına gedəndə sənin ürəyində o kin, kidurət, nifrət bunlar qalır. Sən burada nə qədər təmizdəsən də, bunun izi qalıb, o demək elə sən indi kin bəsləmişsən. Yox, sadəcə pislik elə bilər sənə bağışlamısan onu. Amma o hadisə ki, baş verib, onun izi sən burada nöqtələr qalıb ruhunda. Axı, ruh hisslərlə yaşayır, hisslərin deposudur da ruhumuz. Arxiv demək olar ki. Sən bunu burada bağışladın, tutalım, ürəkdən də bağışladın, amma burada qalır. Bu sənin tarixində arxivdir, bu şeylər baş verir. Onu burada Yaradanla görüşəndə, Yaradan onları həll edir, əridir, yoxa çıxardır. Bir sözlə. Səni olduğun kimi bütün mənfinlə müsbətindən qəbul edir. Amma o mənfi müsbətin bundan əlaqəsi yoxdur, bu başqa bir şeydir. Belə, bilmirəm, nəsə yaddan çıxdı yoxsa yox. Çox artırma olar. Bizim sadəcə təlimdə var da bunlar. Kim istəsə qoşula bilər. 4-cü və 5-ci boyut təlimi, üstə gəlin meditasiyalar, plus bunların podkast versiyası hər gün hazırlanır. Hansılar hazırdırsa onlara verilir. Plus bunun PDF və MP3 variantı bütün bunların. Yəni üst-üstə 6 kitabdır. Allah xoşunuz olsun. Ayı 5 manat abunə haqqı. 5 AZ-ni ödəyirsən 1 ay. Gecə və gündüz. Materialların bütün materiallar da sizdə olur. İstəyirsən prosta yazıl, materialları yüklənsin. Sonra da götür yavaş-yavaş 1 il, 2 il nə qədər istəsən vaxtında oxu. Ya da ki, elə yükləndikcə materiallar, sən onunla tanış ol. Burada WhatsApp qrupunda şey var, müzakirələr var. Hansı şey başa düşmədiyin, hansı sənə xoşuna gəldi. Onları bölüş, paylaş, bir sözdən qrupda da özünü normal, üzür, geniş düşüncəli insanlarla dost tap. Təşəkkürlər.